Bu dərsimizdə əlifbanı sonuncu dəfə olaraq təkrar edəcəyik və əlavə olaraq keçdiyimiz qaydalara aid olan söz nümunələrini qarışıq formada oxuyacağıq. Və sizdən tələb edilən odur ki, sözləri oxuyarkən həmin sözün oxunmasında tətbiq edilən qaydanı başa düşməyə çalışın. Yəni, hansı qaydaya görə, niyə bu söz belə oxunur, bunu dərk etməyə çalışın. Məndən sonra uca səslə təkrar edin. T, P, B, W, I, M, Y, N, Q, S, C, K, L, G, D, V, H, J, E, X, A, F, R, O, Z və ya Z, U. Gördüyünüz sözlər ay ərzində keçdiyimiz qaydalara aid olan söz nümunələridir. Sözləri məndən sonra uca səslə təkrar edin və hər bir söz hansı qaydaya görə, niyə, necə oxunduğunu başa düşün, anlamağa çalışın. Lazım gələrsə, istənilən yerdə pauzaya basaraq sözün qaydasını tapmağa çalışın. Candy, sky, phrase, ship, mall, oil, moon, slime, look, main, choose, hear, tie, fume, bike, germ, flow, rice, sweet, rose, ape, flute, complete, neck, point, book, lawn, burn, nose, there, rate, time, same, delete, may, yard, tall, sauce, grow, game, age, cold, sock, me, such, go, catch, tune, might, eight, quick, Xerox, nature, all, culture, road, ring, comb, 60, mother, kneel, mirror, enough, give, laugh, break, accent, next, numb, delicious,